Yusif, Yusif. Nədir, yuxulamısan? Dur gedək bir loxma çörək yeyim. Saat neçədir? Daha gözləməyin mənası yoxdur. Yəqin evdən çıxa bilməyib. Gedək bundan sonra çətin gəlir. Mən biraz da gözləyim. Burada gözlədin ya orada nə fərqi? Gedək cəmaatla otur. Sonra? Nə sonra? Hamı çoxdan süfrə başındadır. Birazdan gəldim. Qəribə adamsan, ey. Arzumuz budur ki, bizim balaca Əli böyüyüb, əslin kişi olsun. Ata-anasının qədrini bilsin. Amin, amin inşallah. Gün o gün olsun ki, hamımız Əlinin toyunda iştirak eləyək. Dur, Fəruz, bir şalaxa. Nədir? Dəli olmusan? Heç başa düşürsən, neynirsən? Mənim ərim var, ailəm var. Mən özgənin arvadıyam, başa düşürsən özgənin. Nazan Dora Burazqov. Məni niyə gözləmədin? 3 il gözlədim səni. Mən sonra deyirəm, davadan sonra. Davadan sonra da gözlədim. Hamı qayıtdı gəldi. Sağlamı da, şikəsti də bir səndən savayı. Adamı nə qədər gözləyərlər. Buraxmadılar məni. Buraxmadılar. İnanmırsan? İnanıram, inanmıram. İndi nə mənası var? Bir ildir ki, dava qutarıb. Gələ bilmədim. Niyə hamı gələ bildi, sən yox? Tutmuşdular məni. Ayın 9-unda nemislər həslim olan kimi silahı verdim uşaqlara, istədim gəlin Bakıya. Yolda tutdular məni, verdilər tribunala. Prikazsız qayıtmaq olmazdı mənsə. Daha dözə bilmirdim. Sən gərək ayrılasan ondan. Necə yəni ayrılasın? Sən heç fikirləşirsən, nə danışırsan? Biz səndən axırıncı dəfə görüşürük. Öldürəcəm onu. Davada öyrənmisən. Biz orada can qoyanda onlar burada bizim nişanlarımıza yiyələniblər. Mən özüm ona ərə getmişəm. Niyə? Allah hardasan? Səhərdən səni axtarıram. Nə ol? Vacib xəbər var. Anova bir söz demədim, heç sən də demə. Nəyi? Allah arvad xeylağına sir vermək ola. Düzdür, anam möhkəm arvaddır, ancaq yeni olmaz. Nə olub axı? Ağa, mənim borcum sənə deməkdir. Düzdür, əvvəl demək istəmirdim. Amma elə şeylər var ki, gizlətmək günahdır. Bir də Firuz özü sənə hər şey deyər. Firuz? Hə, Qayıdıb bəyə? həri. Yəni belə alış vermişlər ona? Yaxşı işləyib tez buraxıblar da. İndi Solikamskiyə 3 illiyə sürgünə gedir. 3 il orada işləyəcək. Özü mənə dedi ki, səni tapım. Yəqin atamdan nəsə deyəcək. Bəs nə? Ala kişi onun qucağında can verib də. Firuz indi hardadır? Qohumları gildə gecələyir. Bakıya gizlin gəlib axı. Mənə tapşırdı sənə deyim ki, axşam səni Biləcərdə gözləyəcək. Tavarlı poizların yanında. Saat 7-də. Onun qohumları harda olur bilirsən? Yox, mənə bir söz demədi. Diqqət, diqqət. Aton heç bir təqsiri zadı yox idi. Onu da o əclaf aldatmışdı. Çəklərin çoxunu sənəli, sən demə saxta imiş. Bəs niyə məhkəmədə boynunu aldı? Seyrizad ilə tutdu. Hamısı o çaqqalın işiydi. Müharibə vaxtı oğurluqla milyonlar qazandı. Vallahi bizim heç neydən xəbərimiz yox idi. Ala biz kim idik? Şofer baba idik, dükanlara çörək daşıyırdıq. Biz tutulanda Seyriza gəldi, müstəntiqi gördü, bütün sənədləri dəyişdilər. Belə çıxdı ki, artıq çörəklərin hamısı oğurluqmuş. Sənədlərdə o çörəklər göstərilmirsə, deməli, onları biz oğurlamışdıq, şoferlər. Bəs niyə susurdunuz? Hamımız o Seyriza aldı. Bizi dilə tut ki, siz sonra başa sallan. Bir də o saxta sənədlərdən heç kimə bir kəlmə deməyin, yoxsa o çörək zavodunun yarısını tutub damlayarlar. Çünki deyir, taksuru zaduz yoxdur.
Neynəmişsək, onsuz da gəlib məhkəmədə sizi qutaracaq. Bu da məhkəməyə heç ayaq basmadı. Heç nədən ərəmizə 10 il yapışdırdılar. Firuz, gəl də. Yaxşı, hələlik, darıxma. Atam nədən öldü? Ürəyindən yazıq çox fikir edirdi ki, cəmaat onu oğru sayır. Niyə yatmırsan abala? Nəyi fikirləşirsən? Heç nəyə aynı. Sən yat. Открывай, хозяйка. Açın qapını. Поехали. Hələ bu müharibənin altını çox çəkəcəyik. Elə şadam ki, Kislovodskaya gəlməyimizi. Ömrümdə heç olmasa bir dəfə ürəyim deyəni elədim. Əgər gəlməsəydim, sonra yəqin ömrüm boyu peşmançılıq çəkəcəkdim. Düz demirəm? Bilirsən ağlıma nə gəldi? Deyirəm, Suğra xalıya yaz, qoy o da gəlsin. Tək qalıb orada neyniyəcək? Yaşlı adamdır, gəlsin bizlə olsun. Düzdür, əvvəl biraz Bakı üçün darıxacaq. Amma sonra öyrəşər. Həm də axı sən bütün günü işdə gücdə olacaqsan. Düz demirəm? Qorxma, bir-birimizlə yola gedərik. Onu darıxmağa qoymaram. What yılda idiniz? Bilirəm, Kislovodskaya xoşuna gələcək. Özü də Suğra xala həmişə məni çox istəyib. Yadındadır, biz hələ məktəbdə oxuyanda mənə deyirdi. Ay gülə, içəri şəhərdə səndən qəşəng qız yoxdur. Mən də küsürdüm ki, niyə elə bircə içəri şəhərdə? Yadındadır. Yox, Suğra xalanı mütləq gətiririk bura. Bir də ki, axı bizim 10 uşağımız olacaq. Mən tək onlara necə baxa bilərəm? Heç olmasa mənə biraz kömək elər. Bir də axı biz burada ömürlük qalmayacağıq ki. Uşaqlar böyüyüb köçüb gedərik Bakıya. Düz demirəm? Mütləq köçüb gedərik. Bu evi də saxlar. Gəl.